xəlifələrdən biri yadımdan çıxıb hansı. Deyir ki, gedin Peyğəmbəri real görmüş adamlardan kimisə tapın gətirin. Eşidirlər ki, Hələb şəhərində hardasa bir nəfər var, Peyğəmbəri sağ ikən görmüş adamlardandır. Gəlir o kim xəlifənin huzuruna, deyir ki, Peyğəmbərdən biraz danış, Peyğəmbər nə deyərdi? Qoca da xərəkdə gətiriblər, 4 nəfər çiynində gətiriblər, belə xərəkdə. Qoyurlar xəlifənin huzurunda başlayır danışmağa ki, bəs Peyğəmbər deyərdi ki, insan yaşlaşdıqca simicdəkir, xəstəkir də. Peyğəmbər belə deyərdi. O üçün padişah deyir ki, sağ ol da, danışdın. İndi nə vaxt başıma düşsə, təbii gəlsə, adam göndərəcəm səni gətirsin, Peyğəmbərdən əhvalat danışarsan mənə. Qocağı yenə götürürlər 4 nəfər xərəkdə aparanda. Padişah deyir ki, ta əziyyət çəkib gəlib, buna bir torba qızıl verin. O qabaqki bellərinə, xancalın böyründən xurcun kimi, belə balaca xurcun kimi bağlı. Bir torba qızıl verin. Sarayın qapısından çıxanda qoca əli ilə deyir ki, saxlayın bir kəlmə. Xəlifədən şey soruşum. Xərəkçilər saxlayıb. Deyir, padişah, xəlifə sağ olsun. Mənə bir xurcun qızıl verdin, ha. Bu, indi bir dəfə söhbət eləməyimin haqqıdır. Yoxsa hələ neçə dəfə gələcəm, hamısı bir yerdə optobudur. Hesablaşdın. Xəlifə deyir ki, Allah Peyğəmbəri rəhmət eləsin. Hələ öz dediyi misal, yəni yeriyə bilmir. Xərəkdə gətiriblər. Deyir ki, padişah bir torbada qızıl verir. Bir də söhbət danışıb, bir torba qızıl verir. Deyir ki, bu bir dəfə elədiyim söhbətin haqq hesabıdır, yoxsa hər dəfə verəcəksən. Bu qədər.